Salam, hər vaxtınız xeyir olsun. Offside verilişinə baxırsınız. Studiyada mən Aytaç Sahət. Bugün də həmişə olduğu kimi maraqlı müsahibimiz var. Bugünkü qonağımız meyxanaçı, Xəzər Lənkəran azarkeşi Kərim abidir. Xoş gəlmisən Kərim. Salam əleykum. Xoş gününüzə gəlin inşallah. Təşəkkür edirəm dəvət üçün. Kərim, abi nədir? Mən bilirəm nə olduğunu. Amma niyə məhz abi götürmüsən? Çoxdan bu uzun bir prosesdir, amma o da Xəzər Lənkərandan gəldi. Tribunada elə uşaq idik, elə 10-cu sinifdə falan oxuyurduq belə. Orada bizə Kamal abi var idi elə. Bir-birimizə Kamal abi, Kərim abi, sonra elə də götürüb belə Facebookda elə qeydiyyatdan keçmişdim. Adımı götürüb dəyişib belə eləmişdim Kərim abi. Üstündən nə qədər çeşitli meyxana, meydanlar. O meyxanada da adama təxəllüs lazım olur. Kərim abi ilə davam etmişəm. Bu da Lənkərana gedib çıxır, yəni bir sözlə. Bir növə hədə, yəni çünki təzə idim, heç bilmirdim ki, uğurlu olaram, olmaram. Kərim Lənkəran olsaydım deyəcəklər o Lənkəranlı uşaq meyxana deyə bilmirdim. Uğursuz olduğum halda. Ona görə Kərim abi yaxşıdır ki, nə söz gəlsə özməyəz. Səncə uğurlusan meyxanada bugün? Nisbidir, kiməsə görə hə, kiməsə görə yox. Mənə maraqlıdır. Sən Lənkəranlı olmasaydın, yeni Xəzər Lənkəran azarkeşi olardın. Əgər söhbət komanda ruhundan gedirsə. Lənkəranlı olaraq başqa komandaya azarkeşlik eləmədim. Bəlkə elə bir şəhərdən olsaydım ki, şəhərimin komandası yoxdur və futbol azarkeşi olub olmayacağım da sual altındadır. Çünki bizdə Lənkəranda futbolu sevirlər. Yəni biz futbol oynayırıq daima. Uşaq həmişə futbol Lənkəranda bu dəqiqə get hər yerdə görəcəksən ki, uşaqlar futbol oynayır. Parklarda, nə bilim, o balaca stadionlarda. Fikirləşirəm ki, məsələn, mənim dayım da danışır mənə, o dövrlərdə danışır ki, mənim olmadığım vaxtlarda danışır. Həmin vaxtda da Lənkəranda, yəni kəndlər arasında futbola 5000-6000 adam gəlib baxır. Biz futbolu sevirik və fikirləşirəm ki, futbolu azarkeşlik eləməyimin coğrafi bir faktoru var. Yəni Lənkəranda doğulduğum üçün futbol azarkeşlik eləmişəm. Yəni mənə biraz futbol sevgim yaranıb. Ola bilərdi ki, elə bölgəmizdə olsaydım başqa bir bölgəmizdə və orada bu futbol sevgisi yoxdursa, heç bir komandaya azarkeşlik eləməzdim bəlkə. Bəs yaxşı, Barselonaya niyə azarkeşlik eləyirsən? O deyim də, deməli, mən o fakt nəyə söykənir? Atam 2000-ci ildə PlayStation almışdı mənə və orada futbol falan var idi. Oynadığım komanda Barselona'ya götürdüm, oynuyordum. Patrick Kluivert, Oliver, Koku, bu oyuncular vardı, yadıma gəlir. Həm də bizdə Lənkəranda o vaxt bir dənə İspan liqasına baxa bilirdik. Bir dənə xarici kanal tuturdu. Həmin xarici kanaldan bir dənə elə bir antenna ilə xarici kanal tuturdu. Belə özü Alatoran. İspaniya liqasına baxa bilirdik. PlayStation-ımdakı komandanı orada tapıb baxırdım. Uşaq idim də, 2-ci sinifdə falan oxuyurdum. Elə Barselona'ya, sonra yavaş-yavaş biraz da böyüdüm, anlayışım yarandıqca sonra Ronaldinho'nun gəlməyini gördüm. Frank Rijkaardla Ronaldinho eyni vaxtda gəldi. Deyəsən Rijkaard gəlib, sonra Ronaldinho gəldi. Belə oldu. Yəni Real Madridi görsəydin, bugün Real Madrid azarkeşi idin. Yox, inanmıram. Niyə? Fikirləşirəm ki, futbol stilini sevmirəm onların. Yəni mən o futbol stilini sevmirəm. Mən daha çox Barselona'nın oyun stili maraqlıdır. Məsələn, mən digər çempionatlarda da məsələn baxmıram futbollara falan. Yəni necə azarkeşlik eləmirəm başqa komandalara. Amma futbol fəlsəfəsini bəyəndiyim daha çox Barselona'nın futbol fəlsəfəsidir. Johan Cruyff'un. Deyir, top nə qədər ki məndədir, sən mənə qol vura bilməzsən. Bəs Xəzər Lənkəranda nəyi bəyənirdin? Ən çox nəyi bəyənirdin? Ya o Xəzər Lənkəran sevgisi ilə Barselona sevgisini yan-yana gətirmək olmaz. Çünki Xəzər Lənkəran sevgisinin belə deyir, o əsl sevginin olmur ki, sən filan şeyə görə sevirəm. Sevginin hər şeyə görə sevməz. Xəzər Lənkəran var idi deyə sevirdi, yəni xüsusi uduzsa da yoxdur, sevirdi. yenə sevirsiniz amma. Bəli. O yəni komanda axtarırıq ki, olmasın bu qədər azarkeş olsun. Nəinki Azərbaycanda, dünyada. Yoxdur, azarkeşi var. Yəni bu hələm olmayan bir şey. Məsələn, bu günlər nə olur? Belə düzdür, bunlar məntiqəm çox böyük bir faktor deyil. Amma nədir? Məsələn, görürəm ki, Facebookda falan belə yarışlar keçirilir. Bu komandanı azarkeşsən, yoxsa o komandanı azarkeşsən. Məsələn, like-la, nə bilim, rəylə qalibləri müəyyən edirlər falan. Xəzər Lənkəran onları udur. Amma komanda yoxdur. Yerdə qalan bütün komandalar var. Məsələn, indi ad çəkmirəm də, digər komandaların adını çəkmirəm. Onların azarkeşi də elə bilir ki, mən
ondan zəhləm gedir. Mənim sənin komandandan zəhləm getmir. Mən fakta söykənib danışıram. Çünki bizim azarkeşimiz daha çoxdur. Və bir saat sonra Xəzərin oyununu sal stadionu dolduraq. Yəni ki biz mənim komandama olan sevgim daha səmimidir. Məsələn, o bilirsiniz nəyə oxşayır? Bir var ki X adam Y adamı sevir. Məsələn, insan sevgisindən götürək. Birinin Y-ində çoxlu imkanı var, pulu, parası var, ona daima hər şey vəd eləyir. X-in sevgisində təmənna axtarmaq olar ki, görəsən həqiqəti yoxsa yox. Xəzər Lənkəran yəni Avropa uğuru yox, dünyaları dağıtmayıb, Çempionlar Liqasında məsələn Qarabağ kimi bir xariqələr yaratmayıb. Biz bunun fonunda sevirik Xəzər Lənkəranı. Yəni Xəzər Lənkəranı 10-cu yerdə olanda sevirdik Xəzər Lənkəranı. 1-ci yerdə olanda yox. Xəzər Lənkəranı 2-ci uduzdu, biz fakirlə yola saldıq şey. Sağ ol. Bəs azarkeş sevgisində xüsusi olaraq nəyi vurğulaya bilərsən ki, bizim azarkeşləri digər Azərbaycan klublarından fərqləndirirdi? Məsələn, bir məqamı qeyd elədin ki, biz aşağı liqaya düşəndə də dəstəkləyirdik komandamızı. Həqiqi komanda azarkeşləri. Komandanı 2-ci divizionda da dəstəkləyirlər, uduzanda da yanında olurlar. Məsələn, Beşiktaş azarkeşlərində görmüşdüm. Narazı idilər komandadan, gəlmişlər oyuna. Komandanı dəstəkləyirlər, amma oyuna baxmırdılar. Üzünü çeviriblər üzü o tərəfə. Komandaya şüar oxuyurlar, oyuna baxmırlar. Yəni adamlar boykotu da belə stadionda eləyir. Səni dəstəkləyirəm, səni sevirəm, amma səndən incimişəm. Üzünü çevirir o tərəfə. Fikirləşirəm ki, əsl azarkeş stadionda olan azarkeşdir. Təbii ki, indi ola bilər birinin imkanı çatmasın getməyə, vaxt olmasın, nə bilim, səhhət imkan verməsin, məsafə imkan verməsin, iş imkan verməsin. Təbii ki, bir insanın sən bütün işini atmalısan, orada olmalısan deyə bir şey yoxdur. Amma bu işin tək qaydası odur ki, adam azarkeşlik elədiyi komandanın qapısının arxasında yer tutar. Bunun başqa adı yoxdur. Biz elə eləmişik yəni. Mən tələbə idim. Neçə il keçib görürsün. 12 il, 13 il, 14 il, 15 il, 2011-ci il falan. Yəni tələbənin nə pul olur ki? Oradan buradan bir atamı alladırdım ki, nə bilim, Lənkərana gəlməliyəm. Mən hökman nətən bir bəhanə deyirdim də məsələn, dostumun əmisi rəhmətə gedib ora gələcəm. Bir bəhanə uydurmalıyam çünki pulum yoxdur. Yəni Lənkərana getməliyəm, tələbəyəm, tələbədə puluna gələcəm. Bir tərbüzür bir yolunu tapırdım ki, Bakıdan gedim Lənkərana və məsələn Xəzər Lənkəran standart oyununa baxacağam. Yəni halbuki Xəzər gedir onda 1-ci yerdə, standart gedir 8-ci yerdə, oyun 4-0 qurtarır. Yəni mən bilirəm Xəzər onu udacaq. Mən demirəm ki, onsuz da Xəzər bunu udacaq da, bura getməyim. Biz gedirdik hamı. Ona görə Xəzər Lənkəran yəni bizim sevgimiz daha səmimidir. Və mən yəni başqa komandaların da azarkeşlərini tanıyıram, səmimidir. Sadəcə bizdə səmimi azarkeş çoxdur. Belə. Bəlkə sənə elə gəlir? Məsəl üçün bizim Turantovuz azarkeşlərimiz var, Gəpəz azarkeşlərimiz var. Mən demirəm ki, Azərbaycanda tək Xəzər Lənkərandır. Mən belə bir şey demirəm amma. Onlardakı sevgi də səmimidir deyə. Yox, mən demirəm ki, ancaq bizdədir və ya başqa komandalarda. Amma biraz fərqləndirirsə deyəsən bir damcı. Bax, Xəzər Lənkəran çempionatdan bunun statistikasını çıxartmaq olar. İndi mən işim sahəm bu deyil deyə bu dəqiqə buna baş görə bilmirəm. Amma bunun işi ilə məşğul olan adamlar, idman sektorunda olan adamlar bunun statistikasını çıxarda bilərlər. 2016-ya qədər stadiona gələn azarkeş statistikasına baxın, 2016-dan sonraya baxın. Xəzər Lənkəranın bir mövsüm stadionuna gələn azarkeş sayı ilə yəni istədiyim bir komandanın 5 mövsümünü götürün yan-yana qoyun. Qabaqda olsa bir də Xəzərin adını çəkmərəm. Biz Moyikun oyununa 11 min adam gedirdik yəni. 11 min adam Moyikla oyuna gedər, yəni Moyikə 8-0 durdu Xəzər. 8-ci qola da bir dənə şövqlə sevinirdik ki, sanki bir dənə bu qol çatmırdı. Bizdə biraz belə də, yəni sevginin gözü kordur. Xəzər Lənkəran sevgimə də söz dizdirmərəm və bizim azarkeşlərin də Xəzər Lənkəran sevgisinə qoymaram ki, kimsə söz desin. Amma digər komandaların da məsələn Kəpəzin də həqiqi azarkeşlər olduğunu bilirəm. Turantovuzun da məsələn aşağı divizionda olan Şahdağ Samurun da stadionunda olduğunu bilirəm və bu çox gözəldir. Və çox istəyirəm ki, bütün komandaların azarkeşləri komandalarının stadiondan belə dəstək eləsin. Kərim, onu da bilmədiyin oyun, hansı ki həmin oyunu hələ də xatırlayanda o stadionda keçirdiyin hissləri keçirirsən? Mən Bakı ilə, Xəzərlə Bakı oyununda mayın 15-i olub 2010-cu ildə. 10-cu sinifdə oxuyurdum. 1-0 uduzub Xəzər.
udsaydı çempion olurdu, uduzsa heç yerə getmirdi. Düşürdü 4-cü yerə və heç yerə getmirdi. Yəni Avropaya getmirdi. 1-0 uduzduq Şoliçlə. Şoliç qol vurdu. 30 falan dəqiqələrdə. Özür dilərim də bu sualı bir dəfə verdilər mənə. Verən kimi oyunu bilirdim. Gördüm ki, o flashback getdi, günü də yadıma düşdü ki, mayın 15-i həmin gün. Yəni Bakı çox güclü idi həmin dövrlərdə. Xəzər Lənkəran da yaxşı idi. İvan Tsvetkov falan oynayırdı Xəzərdə. Məsələn, İvan Tsvetkov 2010-da oynayıb da. İvan Tsvetkovun prime dövrü biraz prime'ından düşmüş vaxtı gəlmişdi artıq Xəzər Lənkərana. Daha yaxşı dövrü Sivasda oldu. Məsələn, Trabzona 4 qol vurub bir oyuna. Belə bir oyunçu idi. İvan Tsvetkovun prime dövrü indi olsaydı, Azərbaycana gəlmiş ən güclü hücumçu olardı. İndi onu məsələn o dövrdə rəqabət belə deyildi də. Məsələn, indi futbol daha ağıllı bir belə maşına çevrilib. İndi olsaydı bəlkə də Qarabağ qapıb onu mərkəz hücumçusu kimi oynadardı. Yəni çox ağıllı, zəkalı oyunçu idi İvan Tsvetkov. Xəzər Lənkəran Neftçi rəqabəti, Xəzər Lənkəran Bakı rəqabəti. Əgər Xəzər Lənkəran bu gün yaşasaydı, səncə eyni rəqabət Qarabağla da gedə bilərdi? Eyni rəqabət olmazdı. Çünki Neftçi ilə bizim rəqabətimiz sən çempion olma, mən çempion olum deyil. Sən məni uda bilməzsən, mən səni uda bilmərəm. Məsələn, biz Xəzər 1-ci yerdə gedirdi, tutaq ki, Neftçi 5-də gedirdi. Həmin oyunu bilirsən, oyunu 2-2 qurtarırdı və ya əksinə. Xəzər Lənkəran gedir 8-ci yerdə Neftçi çempionluğu oynayır. Neftçi Lənkərandan xal apara bilmirdi. Qarabağla bəlli bir rəqabəti olardı, amma bu rəqabət kimi belə diş qıcamış kimi olmazdı. Yəni məsələn bizdə bəzən artıq rəqabətin içində o nifrəti də görmək olurdu ki, o aqressiyanı görmək olurdu. Fikirləşmirəm ki, Qarabağla o dərəcəyə gəlib çatardı. Niyə? Nə bilim, çünki məsələn Qarabağ olub ki, Lənkərana gəlib 3-0 udub Lənkəranda əsəbləşməmiş. Yəni Qarabağ əsəbləşməmiş, amma Neftçi ilə heç-heçəyə əsəbləşirdi. Yəni bu prinsipiallığın kökündə nə dayanırdı? Olur da elə, nə bilmirəm. Neftçi biraz başqa adam əsəbləşdirirdi. Neftçi ilə bir dəfə 2-2 elədi Lənkəranda. 2-0 udurdu Neftçi bizi. Özdə Neftçi bizi o Xəzər Lənkəranın Fırtınalar meydanı deyilən böyük stadionunda udmamışdı heç vaxt. Ancaq heç-heçə olurdu orada. Nəsə oyun başladı, avtogol oldu. William Tiago vardı Xəzər Lənkəranda. Sonra o Chapecoense qəzasında həlak oldu futbolçu, dünyasını dəyişdi. O təyyarə düşdü Braziliyada. Xəzərdən getmişdi Chapecoense-yə. Həmin o təyyarədə dünyasını dəyişdi, Allah rəhmət eləsin. Həmin oyunçu avtogol vurdu Xəzərdə. 1-0 keçdi Neftçi qabağa. İkinci hissə başlayan kimi yanılmıramsa Araz Abdullayev ikinci qol vurdu. Neftçi 2-0 udur. 85-ci dəqiqə gedir. Stadion dumanlı, göz-gözü görmür. Bir dənə top vurduq 86-cı dəqiqədə. Yanılmıramsa o topu vurdu Nildo. Kəllə ilə vurdu. Nildo. Duman idi, Stamenkovic görmədi topu və gözümün qabağında öyle gedir. Bir də 93-cü dəqiqədə Skarlatakya vurdu, 2-2 elədi. 2-cü zərbəsindən qaldırdı 2-2. O yəni 2-2 Neftçinin biz belə atmışdıq ki, ayda 9 illik seriya qırıldı da Neftçi Lənkəranda Xəzər uddu. O da bilmədi. Onu da dəhşət sevinmişdi ki, o 2-2. Yəni o hər hansısa bir dənə məsələn nə bilim Avropa komandasını məğlub eləməkdən daha böyük sevinci idi. Məsələn Neftçilər üçün də elədi ya. Neftçilərin özlərinin şüarı var idi. Məsələn indi belə yadımda qaldı. Deyir ki, şüarın aşağı yuxarı məzmunu budur ki, bizə Xəzər Lənkəranı udmaq daha böyük həzz verir. Nəinki gedib Interlə heç-heçə eləmək San Siro'da, Giuseppe Meazza'da və ya nə bilim şeylə Apoel'i qonaq meydanda udmuşdular orada, Nikosiyada udmuşdular. Apoel'i məğlub eləməkdən də, Interlə heç-heçə eləməkdən də daha zövqlüdür Xəzər Lənkəranı məğlub eləmək. Aşağı yuxarı məzmun buydu, amma şey yadında qalmayıb. Tam belə tekst yadımda qalmır. Xəzər Lənkəran Neftçi rəqabətinə dair danışanda elə Xəzər Lənkəranın ilk ili idi, səhv eləmirəmsə Qızıl Oyun
Gəncədə keçirilən mənim avtomatik yadıma o düşür. İndi təbii ki, siz Xəzər Lənkəran azarkeşləri olaraq daha detallı xatırlayırsınız bu oyunları. Azarkeş sevgisindən danışdın və bu gün də Azərbaycanda sevindirici haldır ki, indi yəqin ki, burada Qarabağın da rolu var. Stadionlarda sanki nisbətən ötən illərə nəzərən azarkeş sayı artır. Ümumilikdə bu gün Azərbaycan futbolunun durumu, elə həmçinin azarkeş sevgisi nə düşünürsən bu haqqda? Mənə görə hal-hazırda Qarabağ Azərbaycan futbolunun lokomotividir. Yəni doğrudan da belə bütün futbolu dalınca dartır. Möhtəşəm işlər görür. Bəzən belə Çempionlar Liqasına falan oyununa baxıram, deyirəm ki, ay qardaş, deməsələr ki, bu Azərbaycan komandasıdır, adam inanmaz. Yəni o qədər müdafiədən çıxmaqları, oyuna fokuslanmaları, yəni rahat. Məsələn, biz illərlə bunu görmüşdük ki, Azərbaycan komandaları müdafiədən çıxa bilmirlər. Topu belə qabağa göndərsin, oradan təzədən yenə də qaytarsınlar bizim cəbhə meydanına. Qarabağ o qədər belə soyuqqanlı şəkildə müdafiədən çıxa bilir, qısa paslarla bir-birlərini yəni başa düşürlər və bu artıq Azərbaycan futbolunun, yəni biz də bunu bacararıq. Biz də kimlərəsə Newcastle-la oyunda məğlub olmasına rəğmən hər iki oyunda Qarabağ ona əməlli başlı, yəni ki, mən oturub müdafiədə səni gözləməyəcəm. Necə futbol oynayır. O 6-1 oldu da oyun. Hücuma çıxırdı neçə hesabdan? 6-1 olan oyunda Qarabağın müdafiədən çıxma şeyinə baxırdım ki, adam oyun stilinə xəyanət eləmir ki, mən belə çıxıram müdafiədən, sən nə istən elə. Bəlkə də bu bir strateji xətadır. Çünki Newcastle çox yüksək pressinglə oynayan komandadır. Bəlkə də yox, həqiqətən də bu bir strateji xətadır. Amma o yanaşmanın hesabına da neçə komandanı udub. Yəni biz geri dönüşlər görmüşük axı. Bəli, Müdafiəyə otursaydı, getməsəydi. Bəli. Ona görə fikirləşirəm ki, məsələn, Qarabağın çox böyük rolu var bu işdə. Azərbaycan futboluna rəng gətirir. Səncə Qarabağ olacaq çempion yoxsa Sabah? Hal-hazırda Azərbaycan çempionatı mənə maraqlı deyil, açığına yalan deyim. 2016-cı ildən bu yana Azərbaycan çempionatı mənə maraqlı deyil. Kim istəyir çempion olsun? Heç belə qəti türklər demişkən umurumda deyil. Çempionatdan küsmüsən onda. Mənim komandam yoxdur. Mənim üçün fərqi yoxdur. İstəyir 30 dəfə çempion olsun bir dənə komanda. Mənim üçün heç nə dəyişmir. Mənim komandam orada iştirak eləmir. Yəni səmimi olmaq lazımdır. Mən oturum, yəni şey eləyim. İndi deyəsən Sabah özü önə keçib, əgər belə bilirəm ki, yəni deyəsən önə keçib, amma xal fərqini falan bilmirəm. Həqiqətən bilmirəm kim neçənci yerdədir, kim orada nə qırğınlar gedir. Aşağı 2-ci divizionu falan daha çox belə görürəm nəinki onu. Baxmıram artıq. Xəzər Lənkəran qədər olmasa da nisbətən biraz simpatiyan olan heç bir klub yoxdur. Yoxdur. Sabahın oyun stilini bəyənirdim. Murad Musayev Sabahda məşqçi olanda. Amma bu son dövrlər baxmamışam. Bir dənə Sabahın Partizanla oynadı da deyəsən həmin oyununa getdim. Çox xoşuma gəldi olan oyun stili. Çox necə yaxşı oynayırdılar, necə səliqəli, dəqiq oynayırdılar. Masazırdakı oyunu. Sabahın oyunu belə yerli Manchester City-dir sanki. Bəs yaxşı, sənə görə Xəzər Lənkəranın gəlmiş keçmiş ən yaxşı futbolçusu kimdir? Bu çətin sualdır. Bizim çox daxil sevdiyimiz futbolçu. İlla ki biri var da, biraz fərqləndirəcək. Yox, məsələn, Xəzər Lənkəran azarkeşinin ürəyində taxt qurmuş futbolçular var. Məsələn, bunun biri Zaur Ramazanovdur. Xəzər Lənkəran azarkeşlərin ürəyində taxt qurub. Məsələn, çox uzun zaman Kamran Ağayev Xəzər Lənkəran qapısını necə qoruyurdu? Yəni dəhşət bir şey idi. Yəni Kamranın prime'ını biz görmüşük, biz yaşamışıq. Yəni o qədər Xəzər Lənkəranda deyirəm də qəlbimizdə taxt qurmuş futbolçular olub ki, adam bu ondan yaxşıdır, o bundan yaxşıdır deyə bilmir. Məsələn, Alim Qurbanov olsun, Emin Quliyev olsun. Xəzər Lənkəranın yaxşı futbolçular çox olub. Hələ mən bu yer. Məsələn, mənim ən çox bəyəndiyim futbolçulardan biri Elnur Abdullayev idi, Xəzərdə oynayan 10 nömrə. O, yəni necə izah edeyim? O dövrdə 2010-cu ildə Azərbaycana gəlmiş legionerləri çıxaq. Legionerlər onsuz da bəlli bir istedadları var idi Azərbaycana gəldilər. Yerli futbolçulardan 30-35 metrdən qapıya füzə vura bilən tək Azərbaycanlı futbolçu idi həmin dövrdə. Necə deyəcəm? Məsələn, o dövrdə nə idi? Oyunçular qapıya zərbə vurdu, top qalxırdı, qapıya çatanda düşürdü. Yəni qapıçı bir növ topu əlin belə atırdı ki, topu götürsün. Ayaqda güc lazımdır. Elnurun vurduğu top, yəni belə angliski top vururdu və belə də yəni. Birini də Azala vurmuşdu Lənkəranda. Sonra bizim məsələn
əfsanələrimizdən biri Rahid Əmirquliyevdir. Rahid də hələ davam edir, Rahid oynuyor. yəni Xəzər Lənkəranın titan qoyub bir. İndi biri deyərəm yadımdan çıxar. Sonra ən bəyəndiyim futbolçusu Skarlatak olub Xəzərin müdafiəçisi. İvan Çvetkov mənim üçün yəni mənə görə Azərbaycan İvan Çvetkovdan güclü hücumçu gəlmir. Bəs yaxşı səncə Rasim Kara yoxsa Ağasəlim Mircavadov? Rasim Karanın karyerası daha böyükdür Ağasəlim Mirzavadovdan. Xəzər Lənkəran üçün gördükləri iş baxımından dəyərləndirsək. Ağasəlim Mirzavadovla çempion olmuşuq. Rasim Kara. Yenə də mənə görə Rasim Kara daha yaxşı idi. Mənə görə. Ya? Oyun stilini bəyəndirdin, yoxsa nəticələrə görə deyirsən? Yox, nəticələrə görə qalanda Rasim Kara çempion olmadı Xəzərdə. Ağasəlim Mirzavadov oldu, amma Rasim Karanın komandası mənə görə daha güclü idi. Sadəcə alınmadı çempion olmağımız. Həmin. Oktay Dərəloğlu oynayırdı orada. Sizin həmin dövrdə çoxlu azarkeş qruplarınız var idi. Maraqlıdır, indi həmin qrupların bir-biri ilə əlaqəsi varmı? Onlar hardasa yığışırlarmı, yoxsa ümumiyyətlə tarixə qovuşub həmin qruplar? Yox, qrup var. Məsələn, necə yığışa bilir? Birinin toy olanda gedirik, amma həmin uşaqlar qalıblar. Deməli deyim də, bunun birincisi Fırtına idi. Mənə görə Azərbaycana ultras mədəniyyətin, futbol mədəniyyəti Fırtına ilə gəlib. Buradan da Rəvan Bəşirovu salamlayıram, Rəşad Əzizovu salamlayıram. Bunlar Fırtınanın şah damarı idilər. Fırtına idi. Sonra Fırtınadan, məsələn, mən də Fırtınada olmuşam. Uşaq idim, lap balaca idim. Fırtınada olmuşam. Sonra Fırtınadan uşaqlar məsələn fırtınaçılar deyirlər bizə. Green Gate qrupu var idi. Green Gate qrupu yarandı. Caspian Ultras yarandı. Bosman var idi. 12-ci oyunçu var idi. Yəni Xəzər Lənkəranın stadion hər yerində əlavə fan klubu olurdu. Bu 2010-cu ildə, 2008-ci ildən söhbət gedir, indidən yox. O adamlar da qalır, münasibətimiz də qalır. Arada danışırıq, nə bilim, söhbətlər edirik, görüşürük, köhnə günləri yada salırıq və Xəzər Lənkəran qayıtsa bizim yəni bir yerə toplanmağımız çox da vaxtımızı almaz. Xəzər Lənkəran qayıtsa Xəzər Lənkəran qayıtsa, yəni stadiondan bizim bütün o pankartlarımız qalır. Bütün azarkeşliyə aid olan atributlar hamısı qalırlar. Yəni məsələn mən hal-hazırda meyxana yarışındayam. Biz olan bir dənə turunda Xəzər Lənkərana həsr elədik həmin turu. Bilmirəm sizin rastınızda çıxıb yoxsa yox. Biz bir turu Xəzər Lənkərana həsr elədik. Bizim bir neçə saat vaxtımız aldı ki, Xəzər Lənkəran atributlarını falan bir dənə zəng ora-bura hamısını göndərdilər. Mənim özümdə olan da vardı, amma mən 30 nəfərlik yoxdur da misal üçün. O dəqiqə bir dənə Rəvan Bəşirova bir dənə zəng vurdum ki, ay Rəvan qardaşım, ay boss, səndə nə var bu atributlardan? Şarflar gəldi, formalar gəldi, avtomatik düzəldi. Bir də buradan bizim bu Xəzər Lənkəran azarkeşlərindən səslənirəm ki, gözəl insanlar, mənə arada yazırsınız ki, o formadan bilim mənə ver. Nə bilim, bir dənə forma ver, bir dənə falan ver. Xəzər Lənkəran fəaliyyətini dayandırıb deyə yeni formalar çıxmır. Mən də əlimdə olan formanı ümumiyyətlə Xəzər Lənkərana dair heç nəyi paylaşmıram, kiməsə vermirəm. Verib yenə geri ala bilərəm. Amma indi onu da eləyə bilmirəm artıq. Çünki onu versəm, Xəzər Lənkəran da yeni formalar çıxmır, şərfləri çıxmır, qalacam formasız ürəyim partlayar. Ona görə bu məsələdə məni üzürürsən. Sizə çoxlu Barselona forması verə bilərəm, amma Xəzər Lənkəran yox. Stadionun altında fan shopu işləyir Xəzər Lənkəran. Yəni belə bir məlumat verə bilərəm ki, Xəzər Lənkəranın stadionun altında fan shop işləyir. Yəni mənə belə bir nümunə göstərin ki, komanda yoxdur, forması satılır. Olan komandanın formasını almır cəmaət. Bizdə olmayanı alırlar. Kimə söz atırsan? Olan komandanın formasını almayan bütün azarkeşləri. Almırsan, get komandanın formasını al da biz alırıq. Barselona dedin, yenə mən qayıtmaq istəyirəm. Barselona biraz zədədən əziyyət çəkir. Biraz da bəxtsizlikdən. Oyunçular biraz daha çox zədəyə meyillidir. Məsələn, Barselonada bir də xəzinə var, Pedri. Amma o zədəlinlə də komandanın nə qədər oyunda itki yaşadığını görürük. Amma mənə görə bu il Barselona Çempionlar Liqasında olacaq. Məsələn, mən Barselona azarkeşləri dostlarım var, onlara deyirəm ki, sən
çox belə deyir. Nikbin sənədir. Amma Nikbin deyiləm. Argentina birinci oyunu uduzmuşdu. Mən 30 nəfər adamla mərzə girdim ki, Argentina dünya çempionu olacaq. Onlar dedilər ki, getdi, qurtardı Argentina. Yəni halbuki Argentina ondan sonraki oyunu heç eləsə, məsələ bitirdi. Mənə görə Barcelona bu il Çempionlar Liqasını udacaq. Və yəni zədə olmasa da, bir dənə orada force major oldu ki, da indi 3 nəfər əsas oyunçusu zədələnsə gedəcək bu məsələ. Barcelona çox razıyam. Hansi Flick Allahdan razı olsun. O müdafiəyə oturan komandalar var ya, otururlar o 20 nəfər yığılırlar. Allah o komandaları bildiyi kimi eləsin. Yəni belə də adlarını da gizlətmirəm, amma biri Inter'dir, biri də Atletico Madriddir. Inter Barcelona qarşılaşması keçən il bildim ki, onu nəzərdə tutursan. Yenə də deyirəm. Dumfries top aldı, verdi, Acerbi vurdu, 3-3 elədi. O gol vardı, 3-3 oldu da 2-2. Nəsə də hesab yadımda qalmayıb, yaddaşım şeydi. Amma Dumfries'in o qolu vardı, Acerbiyə verdiyi 93-cü dəqiqədə. Ona faul deməyən adam futbola baxmasın. Ümumiyyətlə buraxın bu işin başı. Baxmayın futbola. Başqa işlə məşğul. Nə qədər bilsiz iş var yəni vallahi. Yəni ona faul deməyən adam bu işlə məşğul olmaz. Deyəsən hələ məğlubiyyətlə barışa bilmirsən. Mənim zəhləm gedir belə komandalardan otururlar müdafiədə. Belə futbol oynanmır. Yəni mübarizənin də belə bir qaydası var. Məsələn, outu başlamır. Deyirsən ki, bax topu oyuna daxil elə. Oyuna müdafiədə topu saxla. Oyunda aktiv olsun. Oyun aktiv olsun. Mən səndən topu ala bilməyim, qol vura bilməyim sənə. Bu başqa şey. Bir də var ki, sən outu başlamırsan. Yəni sən outu başlamırsansa, heç cürə mən sənə qol vura bilmərəm. Bu top aktiv deyil oyunda. Mən nəyim topu gəlim alım sənin əlindən necə vurum? Sən topu oyuna daxil eləmirsən. Bir top qabağa keçir. Bu tip komandalar. Bir top qabağa keçir, gəlir topu götür outu başlamağa. Biraz irəliləyir. Hakim deyir ki, get dala, oradan başlama. Gedir arxaya, topu buraxır yerə. O bir oyunçu gəlir ki, mən başlayacağam. O götürür, o biraz irəliləyir. Hakimə deyir ki, buradan başlayayım. Ondan o dəqiqliyi alır. 50 saniyədə top oyuna daxil olma. Oturmuşuq belə baxırıq ki, görək hələ bu komanda topu oyuna haçan daxil edəcək. Qapıdan zərbəni vurmur. Gedir, qapıcı gedir, topu gəlir, qoyur, düzəldir. Dinlənmə çatmır da yəni. İnşallah ki, futbola ağıllı zaman idarə etməsi gələr o basketbol kimi. Ümid eləyirəm. Bunların o yediyi zaman yəni kompensasiya onlar belə. Yoxsa yəni adamlar bir top qabağa keçən kimi futbol ölür, oynamır. Biz azərkeşlərdən danışdıq. Bəs ümumilikdə hazırki Azərbaycan futbolundakı atmosfer haqqında nə düşünürsən? Dediyim kimi də mən məsələn Azərbaycan çempionatını belə yaxından izləmirəm. Oturub izləmirəm. Çünki doğrudan da belə də biraz elə bir ürəyim sınıb da. Çünki öz komandamı görmürəm, pis oluram. Məsələn birinin komandası uduzur. Görürəm ki, əsəbləşib, deyirəm, kaş sənin yerində olardı. Mənim komandam uduzardı da. Yəni mənim uduzmağa da komandam yoxdur. Nəyə fikir vermişəm? Azərbaycanda gənc məşqçilər var. Gənc məşqçilər. Onlara sanki belə dəstək azdır. Məsələn, mənim şəxsən birini bilirəm. Ondan Elhad Nəziri var. Aşağı divizionda məşqçi idi. 27.000 büdcəsi olan Cəbraillə adam nəticə verirdi. Yəni halbuki ən az maaşlı oyunçularla filan. Adamın bəlli bir futbol bilgisi var. Amma bu günlər adam işsizdir. Yəni nətər eləmək lazımdır ki, bu gənc məşqçilər onlara bir şans verilsin, yol açılsın. Bir büdcə ayrılsın ki, onlar özünü göstərsinlər. Yəni məsələn, bizə 10 il sonra, 15 il sonra yeni Qurbanovlar lazım deyil. Mən iddia eləmirəm, məsələn, bütün gənc məşqçilər hamı gələcəklər, ən ulduz məşqçi olacaqlar. Ancaq onlara bu şans yaradılmalıdır. Bu gün 35 yaşı, 36 yaşı, 40 yaşı olan məşqçilər sabahları bizim bir dənə Qurban Qurbanovumuz var. Bizdə 10 nəfər Qurbanov olsa pis olar? Yox. Amma bizdə sanki necə bir şey var? Belə xaotik bir şey. Lap tam içində deyiləm deyə bütün detallarını bilmirəm. Amma məsələn kənardan gördüyüm mənzərədən danışıram. Gözümün gördüyü odur ki, məsələn Elhad Nəziri bu günləri işsizdir. Yəni məşqçilik karyerasında bir komanda məşqçisi deyil, amma adamın yetər qədər məşqçilik biliyi var, özlərində də işləyir və çox az büdcə ilə nəticə verdiyi də olub. Bu günləri niyə bu adam
hər hansısa bir komandanın məşqçisi deyil. Niyə bu adama şans yaradılmır? Nətər eləmək lazımdır? Yəni Azərbaycanda hələ də bu dayday sistemi qalıbmış ki, məsələn zəng eləyək, filan kəs o zəng eləməlidir, kimsə kimisə harasa tapşırmalıdır, nə etməlidir. Yəni bizi futbolu fikirləşən adamlar biraz belə bu məsələyə insanların futbol biliyi ilə baxmalısın ki, bu mənə futbolda fayda verə bilər, verə bilməz. Qara gözlü aşiqəm, gəl mənim komandamda məşqçi ol lazımdır. Mənim səninlə münasibətim yaxşıdır. Yox, gəl sənə 800 min büdcə verim, 15-ci yerdə get. Amma münasibətimiz yaxşıdır, əsas odur biz dostuq. Belə şey olmur. Yəni bu məsələlər dostluq üzərində qurulmur. Necə ki, məsələn adam deyir, mən pul qazanmaq istəyirəm, dostumun əgər biznes başı yoxdursa, onunla mənim şəriklik işləməyim mənasızdır. Nə olsun dostluq? Biz burada batacağıq. Kərim, biz futbolumuzun problemlərindən danışdıq. İstəyirəm biraz da meyxanadan danışaq. Yəni nəzərə alsaq ki, meyxanaçı ilə hazırda söhbət eləyirəm. Yəqin ki, izləyicilərimiz arasında meyxana ilə bağlı da bizdən nələrsə gözləyənlər var. Danışaq da, yəni nə bilirəmsə danışa bilərəm. Əslində də meyxanaya dair də artıq hər şey danışılıb bitib. Biz də danışaq. Meyxananın səncə bu gün ən aktual problemi nədir? Sayın çoxalması, keyfiyyətin aşağı düşməsi. Bayaq dediyim kimi, meyxanada Türk seriallarında necə deyim, serialın reytingi düşür, Kurtlar Vadisi'ne sataşırlar. Azərbaycanda da kimin reytingi yoxdur, meyxanaya söz deyir ki, gündəmə gəlsin. Amma deyəsən o deyənlər arasında haqlı fikir səsləndirənlər də var. Bir hadisədə haqlı olmaq bütün detallarında haqlı olduğunu anlamına gəlmir. Məsələn necə? Tutaq ki, bir nəfərin haqqında 5 şey deyir. Məsələn deyirsən ki, Kərimin gözləri yaşıldır, boyu 2 metrədir, çəkisi 100 kilodur. Özü Amsterdamda doğulub. 1 milyonda pulu var. Bir dənə birinci faktın düzdür. Kərimin gözü yaşıldır. Bu 4 dənə səhvdir. Yəni meyxana haqqında fikri belə yürüdürlər. Məsələn, o günləri bir nəfər yazı yazıb. Mənim də adımı orada yazıb. Deyir ki, Kərim abi təfəkkürlü olsaydı, meyxanada kimisə qabağındakı adamı təhqir eləyib pul qazanmazdı və ya Kərimə gətirib pul verməzlər ki, filan kəsi təhqir elə. Heç vaxt belə bir şey olmuyor. Mən heç vaxt kimsə təhqir eləməmişəm. Heç kim də gətirib mənə pul verib filan kəsi təhqir elə didizdirə bilməz. Belə bir şey mümkün deyil. Bunu kimsə eləyibsə, ola bilər ki, bunu kimsə eləyib. Ki eləyib. Sən məni araşdırmamısan, tanımırsan, bilmirsən, adımı görmüsən bir yerdə və məni də qatmısan o gözə. Haqlısan, amma mənim mövzusunda yox. Sən yəni kobud ümumiləşdirə bilməzsən. Ümumiyyətlə fikirləşirəm ki, meyxananı tənqid edən adamlar heç biri meyxanaya baxmır. Onlar meyxana haqqında ibtidai bilgilərə sahibdir. Ona görə bizə çox gülməli gəlir. Ali bilgilər nədir? Yaxşı. Yox, meyxanadan bax, meyxanada problem var. Azərbaycanda bütün sahələrdə problem var. Bütün sahələrdə amma problem. Amma bütün sahələr meyxana qədər kütləvləşə bilirmi? İndi gəlir məsələn Molla Nəsrəddin söz var idi ki, dava yorğan davasıdır. Gəlir həmin yerə. Deyirsən ki, məsələn, bu günləri meyxana Azərbaycanda kütləvləşmə məsələsi deyil. Adamların dərdinə bax, belli. Falan meyxanasının niyə maşını var? Qardaş, bu məmurdur. Kiminsə haqqın boğazından kəsməyib. Kiminsə haqqına girməyib. Ya o rüşvətxor məmurlar olur, tutulur falan. Ondan deyir ki, deyəsən ki, bunun niyə bahalı maşını var? Meyxana deyəndə toya çağırırlar, pul qazanıb, pulun üst-üstə qoyub, 5 manatın üstünə qoyub gedib özünə maşın alıb. Sənin yanaşma tərzində maddi problem var. Sən heç də burada mənəvi məsələdə deyilsən. Sən demirsən ki, məsələn, bu adam bizi tutaq ki, meyxanası ilə zəhərləyir, nə bilim, bunun ideologiyası insanları pis yönə aparır, milli mənəvi degradasiyaya uğrayırıq buna görə. Sən bunu demirsən, çünki o niyə maşın sürür? Deməli, sənin dərdin nədir? Onun əlindən maşını alsaq, qoy o desin. Yəni, onun 100 milyon baxışı olsun, amma bahalı maşın olmasın. Problem gəlir nəyə çıxır? Yorğan davasına. O problem ora çıxır. Bu günləri deyirəm də, məsələn, meyxananın zərərli tərəfi mən də bilirəm ki, var. Amma bu meyxananın şeyi deyil. Meyxananın reqlamentində o yoxdur. Futbolu
Singapurda da oynayırlar. İngiltərədə də oynayırlar. Singapurdakı futbola baxıb futbol oynanılmasın demək olmaz. Gedib İngiltərədəki futbola baxmaq lazımdır. Təbii ki, meyxananın da içində elə adamlar var ki, təfəkkürlərində problem var. Təfəkküründə problem olan adam danışanda istər-istəməz ağzından çıxacaq söz pis sözdür. O heç vaxt insanlara nümunə ola bilməz. Mən də həmin adamı dəstəkləmirəm. Heç vaxt həmin adamı nümunə götürüb gəlib demirəm ki, mən bunu müdafiə edirəm. Mən heç vaxt onu müdafiə eləmərəm. Mən ümumiyyətlə şəxslərin adına da onu belə müdafiə eləmək kimi bir şeyim yox. Maşın bənzətməsini ən çox Kəramət Böyükçəllə hallanır. Kəramət qayıtdı dedi ki, mən nə deyim ona, Namiq Qaraçıxorlunun maşınının təkəri boydayım. Kəramət demir, niyə filan kəsin maşını var, niyə o yoxdur. Kəramət araşdırmadan danışan adam. Kəramət də meyxana haqqında ibtidai bilir. Məsələn, Kəramət bəzi şeylərdə düz eləmir. Götürüb şeydə status yazıb Facebookda ki, Kərim abi deyə bir meyxanaçı çıxıb TikTokda mənim üçün. Müsahibə verdiyin görmüşük, meyxana dediyin görməmişik. Biz də heç vaxt görməmişik ki, Kəramətin kitabından danışsınlar. Ancaq statuslarından danışırlar, verdiyi müsahibədən danışırlar. Kəramət özü yazdığı şeyə özü daha çox yaxındır. Azərbaycanda Kəramətin filan kitabından bir dənə söhbət getməyib heç vaxt. Heç bir efir meydanında Kəramətin hansısa bir kitabının içindəki məzmun müzakirə olunmayıb. Ancaq yazdığı statuslar müzakirə olunub. Ancaq danışdığı, verdiyi müsahibələr müzakirə olunub. Yəni Kəramət danışdığı şeyə özü daha çox yaxındır. Və Kəramət məni tanıyır. Yəni necə tanıyır? Biz üzbəyiz oturmuşuq bizim İTV-də o boyda verilişimiz olub. Ən çox baxılan verilişlərdən biridir. Kəramət orada danışmırdı. Gəlib status yazır ki, Kərim abi deyə meyxanaçı çıxıb. Bu mənə görə burada yəni riya daha çoxdur. Yəni sən məni tanıyırsan, tanımaya. Yəni mümkün deyil. Sən məni gətirib belə ay unutmuşam falan. Yaxşı da. Yekunlaşaq. Orxan Ləşfatanın sözü deyir, yekunlaşaq. Məsələn, Kəramətin də meyxanaya yanaşmasında 2 haqlı tərəfi varsa, 5 haqsız tərəfi var. Mənə görə ümumiləşdirir və ümumiləşdirmək məsələsində ona haqq qazandırmıram. Belə də Kəramətdir də. Bizim Kəramətlə heç bir düşmənçiliyimiz yoxdur. Amma gəl razılaşaq ki, ümumiləşən məqamlarda həqiqətən də haqlı nüanslar var. Çünki bugünkü meyxananın durumunda sanki yaxşılardan daha çox nəzərən istedadsız adamlar at oynadır. Bu çox sahədə belədir. Dünyanın çox yerində belədir. Yaradıcılıqda o qədər belə şeylər olub ki. Məsələn, bu müğənnilər arasında belə deyil ki, görək at oynadanların nə qədər istedadlıdır, nə qədər həqiqətən musiqinin nə olduğunu bilir, sözün nə olduğunu bilir. Yəni bu mahiyyətcə bu elə bir dənə bir şeydir ki, bunu meyxana yaratmayıb. Meyxana bizdə məsələn problem necə bir şeydir? Fikirləşirlər ki, hər hansısa bir müğənni, məsələn, bayağı müğənni cəmiyyəti o yaradıb. Xeyr, cəmiyyət onu yaradıb. Bayağı müğənni həmişə var idi. Həmişə var idi. Cəmiyyət onu önə gətirdi, qoydu. Həmin o bayağı müğənni, bayağı adamlar həmişə var. Həmişə olub, bundan sonra da olacaq. Cəmiyyət onu önə sürüb tanıdanda günahı həmin müğənnidə görürlər ki, sən bizi yaratdın. Xeyr, bura onu yaratdı. Axı müğənni də günahsız deyil. Gözlə, mən deyim. Bax, meyxana deyə bir sənət var. Meyxana sənətdir. Bəli, meyxana sənət. Meyxanaya sənət deyil deyən adamlar sənət sözünün etimologiyasını bilmirlər. Meyxana deyə bir sənət var. Sənətin reqlamenti nədir? 2 insan və ya 4 insan, 5 insan bəlli bir qafiyə üzərində bir-birləri ilə bir şeyi belə bir ki, zəkaları mübarizə aparmalıdır. 2 meyxanaçılardan elə meyxanalar var ki, məsələn çıxırlar toyda normal bir şeyi müzakirə edirlər. Meyxanadır deyirlər, mən bir-birlərini atıram. Bəlkə də hansısa bir yüngül sözlə sataşırlar. Məsələn də səni nə bilim bağlayaram. O da deyir ki, nə bilim bir belə şeylər. Bir də var ki, kimsə ağzına gələni deyir. O ağzına gələni deyəni bəyənib önə çıxardırlar. Deyirlər ki, meyxana budur. Əzizim, meyxana o deyil, siz onu bəyəndiniz. Meyxana bu gün o günü yaşayır ki, 2006-cı il, 2020-ci illər arası
deyilmiş meyxanaların, uğurlu meyxanaların, elə bil həmin 14 ilin, 15 ilin içində deyilmiş meyxanaların imitasiyasını eləyirlər bu gün. Bunlar təkrar-təkrar deyirlər. Təkrar-təkrar deyim. Şeyi balacalaşdıraq, auditoriyanı balacalaşdıraq, 3 nəfər adam qoyaq, deyək ki, qardaş, burada pafoslu bəndlər deməyəcək. Bir dənə meyxana deyin görə deyə bilir. Çox adam qalacaq beləcə, o nətər eləyir. Elə bir olar senzura qoysaq bir iki nəşə ki, qardaş, bir dənə pafoslu bəndlər deməyək. Çıxaq bir dənə bu şovinistliyi qoyaq kənara, onu qoyaq kənara, bunu qoyaq kənara. Bir dənə beynin içindən gələnləri edən gözləyir ki, o doğrudan ya mən sən belə aydınlanacaq ki, əslində heç zət bilmirmişəm. Məsələn insanlar biraz da komfort axtarırlar. Biraz da mən auditoriyanı ona görə qınamıram. Məsələn insan deyir ki, gəldim işdən evə, oturdum öz divanımda. Mən istəmirəm bu düşünüm oradakı məsələn Kərim durdu ayağa dedi ki, Kafkanın nə bilim çevrilmə əsərində falan nə bilim hadisə vardı, falan bir şey olmuşdu, fakt var, fraza var, nə var məsələn. O burada dərindən fikirləşmək istəmir. Onsuz onda kreditlər çıxıb o adamın axırına. 1000 dənə problem. Oradan müdür deyib bu işi çatdırmadım. Buradan nə. Gəlib evə yorğun, tıxacdan da keçib 3 dənə avtobus bəlkə dəyişib. Gəlib evə yorğun, evdə oturub meyxanaya baxacaqsa, ən səthi meyxananı seçib baxacaq ki, qardaş mən onsuz bu işdə yorulmuşam da. Deməli bir növ meyxana daha çox əyləncədir. Sənətdən daha çox əyləncədir. Əyləncə xarakterli də ola bilər. Sənət, yəni əylənmək, sənət, meyxana sənət deyil deyəndə, meyxana elə adam var ki, onun ağzında sənətdir. Elə adam var ki, onun ağzında sənət deyil. Məsələn, meyxana deyən var ki, deyir ki, ona dedi qadın maşın sürür. Belə bir adamdır bu. Bu meyxana deyəndə də onu deyəcək. Deyəndə də məsələn qayıdıb deyəcək ki, sən adını da onun qadın maşın sürməsin məsələn. Bu adam cinsi diskriminasiyanın nə olduğunu bilmirsə, biz bunu izah edə bilməyəcəyik. Bu deyəndə də elə olacaq. İndi nətər eləyək? Məsələ də ondadır ki, sizin içərinizdə bilməyənlərin sayı daha çoxdur. Yox. Bilənlər də var, bilməyənlər də var. Amma bilməyənlərin sayı daha çoxdur. Bilməyənlərin səs-küyü çox olur. Böyükdür. Bilməyənlərin səs-küyü çox olur. Mən məsələn deyirəm ki, sən adam var, görürəm ki, o bəqin tapıb işi. 3-4 dənə mövzunu tapıb, həmin mövzuların üstündə meyxana deyir. Hamı da onu sevir. O elə bilir ki, məsələn, məndən istedadlıdır. Deyirəm ki, qardaş, sənin elədiyi mən belə eləyərəm, çox rahatdır. Mən burada onu yaraşdırmıram özümə. Ayıbdır. Mənim oturduğum təfəkkürlü adamlar var. Mən meyxanadan, toydan çıxandan sonra, bir məclisdən çıxandan sonra gəlirəm, otururam həmin ağıllı adamlarla. Onlar bəs mənə deməz ki, sən cəmaatına manipulyasiya edirsən, o nə bəndli dedin, yəni yalandan o bəndi deyirsən ki, sən alqış gəlsin, sən şey eləsinlər. Mənim ondan sonra davam edən həyatım var, aktiv bir statusum var həyatda. Gəlib oturacam, deyəcəklər ki, biz ayıb deyildi, yalandan elənsə bəndlidir. Yəni sənin elədiyi eləməyə mənim intellektim yetir. Sən zaten onu 30-40 IQ ilə eləyirsən. Yəni mən onu düşüb ora eləyə bilərəm onu. Özümə yaraşdırmıram. Ayıbdır. Mən nə xalqımı, millətimi aldada bilərəm, nə özümü aldada bilərəm. Belə ayıbdır. Arada qalmaq yormur səni? Yox. Nə o tərəfli olmaq, nə bu tərəfli? Əvvəl axır onsuz belə 32 yaşım var. Biraz zamandan sonra yəqin ki də meyxana karyeram bitəcək, başqa bir işlə məşğul olacağam. Amma ən azından karyeram bitəndə özümdə rahat olacağam ki, mən nə özümü aldatdım, nə insanları aldatdım. İstedadım nə qədər isə o qədər meyxana demişəm. Ən yaxşı meyxana deyən deyiləm. Belə adam məsələn meyxana deyənlərin, bəzi meyxana deyənlərin problemi ondadır ki, elə bilirlər ki, onlardan yaxşı meyxana deyən yoxdur. Qardaş, səndən yaxşısı var, səndən aktiv olanı var, səndən daha yaxşı sözə yanaşanı var. Bunu bilmək üçün. Niyə karyeranı, bax orada qaldı fikrim, niyə karyeranı bitirmək istəyirsən? Meyxana yaş artdıqca daha təkmil olmurmu insan üçün? Yox, insan istər-istəməz beyin sürəti aşağı düşür. Meyxana bir də səndən o hiperaktivliyi tələb eləyir. Sürət aşağı düşür. Səndən sonra gənclər gəlir. Həmin o gənclər üçün nətər eləyək? Yəni mən otursam, o stoldan durmasam o gəncin oturmağa yeri olmayacaq. O da gərək gəlsin axı. Yəni ki, dünyanı tutub getmək olmur. Bəlli bir zaman sonra artıq bu şey. Mən özüm haqqında belə fikirləşirəm. Yəni fikirləşirəm ki, bəlli bir vaxtdan sonra meyxana karyerası ilə vidalaşıb başqa bir işlə məşğul olmalı. Hansı işlə məşğul olmağı düşünürsən? Mən özüm yəni hal-hazırda ssenarist redaktor olaraq çalışıram 6 ildir. Yəni mən meyxana ilə paralel ancaq meyxanada məşğul olmuram.
Ssenarist redaktor olaraq çalışıram. Gedib məsələn öyrənib copywriter ola bilərəm. Kitab yaza bilərəm əgər alınsa. Ancaq Yazıçılar bilirsən də Birliyinin üzvüyəm mən. meyxanadan qazandığını oralarda qazanmaya Mən bilərsən. meyxanadan fantastik pul qazanmıram, yəni deyim sənə. Mən meyxana deyirəm də o meyxanadan fantastik pul, yaxşı pul qazanmaq üçün bəzi şeylərdə biraz manipulyasiya eləmək lazımdır. Mən də elə adam deyiləm. Eləyə bilmərəm, heç vaxt eləməyəcəm ki. Yəni istəyirlər məni bəyənsinlər, bəyənməsə adam var ki, bu meyxana deyə bilmir, başa düşmür ki, səni aldatmaq mənim üçün 2 vur 2-dir, mən onu eləmirəm. Sonuncu sualımdır Kərim bu. Xəzər Lənkəran qayıtsa, virgüldən sonrasını sən tamamla. Nə bilim, Xəzərlənkəran qayıtsa, çox belə şey olur. Qonaqlıqlar söz vermişəm nə qədər adama, bəlkə unutduqlarım var arasında. Məsələn, arada Xəzər Lənkəran söhbəti aktivləşəndə deyirəm ki, Xəzər Lənkəran qayıtsa sənə məsələn birində deyirəm ki, qonaqlıq verəcəm, nə bilim edəcəm. Nə bilim valla, yəni hələ mənim bir müddətim ona inanmağa, sevinməyə gedir. Yəni mən Xəzər Lənkəranı həqiqətən elə formada sevirəm ki, bunu bir meyxana deyənəm, amma sözlə ifadə edə bilməyəcəyim qədər. Mənim üçün Xəzər Lənkəran başqa bir şeydir. Yəni qəribə bir şeydir, bildiyin sevirəm də komandanı. Darıxmışam, amma dəhşət darıxmışam Xəzər Lənkəranın. Gecə otururam belə, içinə videolarına baxıram Xəzərin. Köhnə bilim, TikTokda təzə səhifə tapmışam. Köhnə Azərbaycan futbollarını paylaş. Köhnə deyəndə bir 15 il falan bundan qabaq. Orada Xəzər Lənkəran oyunlarına otururam baxıram ki, məsələn mən bu oyunda stadionda olmuşam da. Bir də təkrar orada belə telefonda otururam baxıram. Belə də yəni orada o Xəzər Lənkəran gələndə bütün belə dünya dayanır mənim üçün. Bütün bildiyim şeyləri unuduram, ancaq ona futbola baxıram. Belə yəni. Xəzər Lənkəran qayıtsa nə bilim, təmənnasız gedib Xəzər Lənkəranda işləyə bilərəm. Hətta. Vallahi. Allah arzuna çatdırsın. Çox sağ ol bu gün təklifimizi qəbul edib gəldiyin üçün maraqlı söhbət oldu. Minnətdaram. Var olun. Ofsayta baxırdınız. Sağ olun, salamat qalın.